Qabil bəy, mən ilk dəfədir ki, bütün xaricdə olan blogerlərlə, bütün xaricdə danışan dillərlə, həqiqəti deyən adamlarla bugün mən o qədər oturdum, düşündüm və fəxr elədim. Biz İlham Əliyevi demək olar ki, diz üstündə çöktürmüşük bu son 3 gündə. Belə bir şey heç vaxt olmayıb. Hamı bir araya gəldi və İlham şoka düşdü ki, bu necə oldu ki, bu adamlar deməli bəzən biz görürük də, hansı efirdə kimsə bəyənmir. Amma bu məsələdə biz təmrəliyi göstərdik, birliyimizi göstərdik və fikir verirsinizmi? 4 gün keçib. 4 gündür İlham Əliyevin gəlini ortada gəzir, amma İlham Əliyev bizə cavab verə bilmir. Təsəvvür edirsiniz bunu? Nə Mir Şahini, nə ASTV-si, nə başqası heç kim bizə cavab verəmir ki, bu yalandır. Cavab verəmirlər. Ay izləyicilər, başa düşürsünüz? İlham Əliyev öz karyerasında 25 ildə ilk dəfədir ki, bilmir nə etsin, nə cavab versin, nə tər şey eləsin. Təkərə düşüb də gələk onun başına bir təkərə düşüb. Biz iş gördük. Biz öz qisasımızı aldıq ki, İlham Əliyev dərk eləsin ki, bizi yataqla şantaj eləyə bilməz. İlham Əliyev, biz sənin kimi əclaf deyilik. Bizim haqqda danışmaq istərsənsə, əməllərimizlə danış. Ki, Mehman Hüseynov bu işi düzgün blogerdir, düzgün görmür, bunu eləmir, bunu. Amma yox, bunun anası ermənidir, bu petidir, bu verəndir. Bu işlər bizə keçməyəcək. Yəni mən dediyim odur ki, biz İlham Əliyevi knockout var, biri də knockdown var. Biz vurduq, bu yedi, zərbəni yedi və bilmir. Mənim məlumatım var ki, İlham Əliyev Əlin Ağayevi çağırıb şapatlayıb. Qapazlayıb ki, deməli sizə bir məlumat deyirəm. Qapazlayıb. Bugün mənim bir tanışım Daxili İşlər Nazirliyində işləyir. Deyir ki, Mehman, Bakıda aləm dəyib bir-birinə. İlham Davosdan qayıdıb, vilayət çağırıb ki, siz mən ölkədə olmayanda nə ilə məşğul oldunuz? Bu necə oldu? Bu nətər baş verdi, mənim gəlinim ortaya çıxdı? Bu neyib? Vilayətin cavabı olub ki, cənab İlham Əliyev, Mehmanın evini çəkən Əlin Ağayevdir. Mənlik deyil. Bu torbasını tikib Əlin Ağayevi çağırıb ki, gəbra. Əlin Ağayevi çağırıb, deyir ki, nə məsələdir? Deyir ki, gəlinin videolarını mən Mehmana atmamışam. Vilayət eləyib. Çünki Mehman yol polislərindən kinlidir. Polislərdən həmişə yazır. Bu deyib budur. Ailəm dəyib bir-birinə tutanmırlar. Amma başa düşmürlər ki, bu işdə üçüncü şəxs var, üçüncü əl var. Hansı ki, dibindən qoydu. İlham Əliyev 30-40 ildir Heydər Əliyev dədəsi. Dədəsi belə, siz onun anası haqda araşdırma eləsəz, tapamayacaqsınız. Qəbri hardadır, tapamayacaqsınız. Gizlədib məlumatlar. İlham Əliyevin ən böyük istəyi, arzusu odur ki, bunun ailə üzvləri haqda dedikodular olsun, amma fakt olmasın. Misal üçün, biz deyirik Leyla Əliyeva Kayfarikdir. Düzdür? Amma bu deyək desin də, fakt yoxdur axı. İndi amma biz deyirik ki, sənin gəlinin, bizim gələcək vitse-prezident, namuslu, qiriyyətli xanım kimi təqdim elədiyin, təmiz, ağ qaşıq kimi təqdim elədiyin gəlin ortada partladı. İndi sizə bir şey maraqlı deyim. Bilirsinizmi bu İlham Əliyev üçün necə böyük bir zərbədir? Çünki Bala Heydər evlənməmişdən qabaq bütün xüsusi xidmət orqanlara, Orxan Sultanova, Əlin Ağayeva, Vilayət Eyvazova, prokurorluğa demişdilər ki, qızın sosial şəbəkə, yəni qızı bizə elə təqdim eləmişdilər ki, güya bu Alonanın bu heç sosial şəbəkələrə də girmir. Bu gör necə mədəni qızdır. Bala Heydərin toyuna şəkil çıxıb. 2022-dən düz 3 gün bundan əvvələ qədər jurnalistlər, siyasətçilər, heç kim bu sualın cavabını tapamamışdı ki, bu Alona kimdir, hansı nəslindəndir, hansı ailədən çıxıb, familiyası nədir, hamı da İlham Əliyev nə yedizdirirdi? Qod Nisanovun qızıdan, varlı ailədəndir və s. Yəni İlham Əliyev ona elə gizlədirdi ki, 4 il biz yemişdik ki, Alona həqiqətən də tərbiyəli qızdır, bu mənim əlimdə olan tuzları, əsas dəyərli, dəmirdən keçən faktları qoymamışıq. Misal üçün, mən demişəm ki, Fransada villasını çəkmişik, üstdən dronla çəkmişik, görsətmişik. Amma halbuki içi də var da, yəni dronla Bala Heydər orada çəkmişik, Azəri çəkmişik. Amma görsətdim ki, İlham Əliyev dərk eləsin ki, bunun Fransada olan villasını da çəkmişik, yaxtasını da çəkmişik, Bala Heydəri də çəkmişik. Bala Heydər necə əsgərlikdən qaçıb, əsgərlikdən Fransaya qaçıb, orada nələr eləyib, bunları hamısını bilirik. Mehriban kimi geyindirin, mehribana oxşasın, qaşı, gözü, dodağı mehribana oxşasın ki, biz keçid olanda, insanlara yedizdirəndə ki, baxın, Mehriban Əliyeva istefa verib, onun yerinə də Alona Qonsar gəlir. Yəni o sırf şey üçün nəzərdə tutulub da, yəni psixoloji dəyişim üçün ki, insanlar, o mən demişəm də, tüpürcəkliyə bizə yeridirlər ki, biz Alona vəzifəyə gələndə hiss etməyək. Ən maraqlı məqam, Alona Əliyeva hakimiyyətə gəldisə, görün Alona Əliyeva bu canı ilə o boyda Əliyevlər ailəsini ipə salıbsa, təliyə qoyubsa, görün bu hakimiyyətə gəlsə nə edəcək? Mən yenə deyirəm ki, hörmətli izləyicilər, biz icazə verməməliyik ki, imkan verməməliyik ki, Bala Heydər Alona ilə hakimiyyətə gəlsin. Niyə? Çünki İlham Əliyev indi bizi necə həbs eləyir? Bölməyə çağırır, cibimizə nə işə qoyur, deyir nə işə qoyursan dava getdin.
evimizə gəlir, pul qoyur, deyir sən də qaçaqmalçısan, jurnalistlər tutur. Nəşərlə, xuliqanlıqla. Heydər Əliyev gələndə o bizim evimizə gələcək. Yəni müstəntiqi polisi göndərəcək. Payanliki qızdırıb dalımıza soxacaq və şərləyəcək. İlham Əliyev bu yaxından çıxış elədi ki, ailə dəyərləri, mentalitet zat. Alyona birbaşa şeyini açıb İlhamın qabağına qoyurdu. Açıq saçıq biabırçılıq idi. İlham Əliyev ona görə dedi ailə dəyərləri, mentalitet dedi. İstəyirdi. Zavod yox, fabrik yox, iş yerləri yox, müəllimlər işdən qovulur, həkimlər işdən qovulur. Ölkənin 90%-i taksi sürür, kitap maşınlarını sürür. Və TikTokda bədənini satır, TikTokda hamı. hə də İlham Əliyev də deyir ki, gedin, oğraşlıq eləyin, bədəninizi satın, necə istəyirsiniz pul qazanın. Necə ki mənim gəlinim Alyona Əliyeva cavanlıqda işləyib, qazanıb, alın təri ilə pulu qazanıb, gəlib mənim oğlumu tapıb, o da deyir sizin də belə bəxtiniz açıla bilər. Siz də belə işlə məşğul olun, bəlkə sizin də bəxtiniz açılar. Bəxtinizi bir daha sınayın, ha? Bəxtinizi bir daha sınayın. Deməli buyurun baxa. Buyurun baxa. Qırmızı Qurbaşqadadır və yaxtasına gedir. Həmin yaxtası dədəsi İlham Əliyev bizim pullar hesabına alıb. Yəni Bala Heydərin həmin an əskərlik vaxtıda universiteti qurtarıb əskərliyə gedəcəkdi. Onun o qədər pulu olmamışdı. Yəni bizim pul insanlar başa düşməlidir ki, o yaxta 100-200 milyona alınıbsa hamısı bizim haqqımızdır. Ona görə də bugün insanlar, vətəndaşlarımız dilənçi günündə yaşayır. Bizi tumansız qoyub bu adam. Burada açıq danışmaq lazımdır. Burada biz insanları başa salmalıyıq ki, Heydər Əliyev, onun həyat yoldaşı Alyona Əliyeva Qonçar bizim pullarla keyf eləyir. Adam bildiyin özünü idarə edə bilmir. O hər zaman həkim nəzarətində olur, hər zaman dayəsi yanında olur. Uşaq kimidir də bu. Bu elə bir balaca uşaq kimidir. Adam əlildir, adam xəstədir. Və İlham Əliyev bütün bunlara baxmayaraq bizə yalan danışıb ki, güya Bala Heydər əskərlikdə olub. Təsəvvür edirsiniz, bu misli görünməmiş yalandır və bunu bizə telekanallar vasitəsilə, Mir Şahin vasitəsilə, ay nə bilim Astevi vasitəsilə bizim beynimizə bunu yürüdüb ki, ay mənim oğlum vətənə borcunu verir. Mənim oğlum Buranı da izah edelim. Burada televiziyada İlham Əliyev ki, andiçmə mərasimində oğlunun hərbi hissəsinə gedib oğlunu əskərliyə yola salanda bu İlham Əliyev Fransada çəkilib. Fransanın deməli hansı aeroportunda onu dəqiqləşdirərəm sənə. Çünki qardaşım çəkmişdi. Ora gəlir, samolyotu ilə və oğlunun yanına gedir. Yəni oğlunu ziyarət edir. O yaxtası ilə Fransa sahillərindən, o Aralıq dənizindən çıxır və gedir bilirsiniz hara? Düz Bodruma villasının qabağına. Oradan bura, Bodrumdan, ora, Bodrumdan, Monakoya, Monakodan, Bodruma və kef eləyir. Axırda da bizə sırrıyırlar ki, aha, bu Heydər Əliyevdir, növbəti bizim dəmir yumurumuz. Siz hələ bu videoya baxın. Görək. Baba, hamısı. Maşın gedir, xüsusi mühafizə ilə gedir. Qabilə buranı da dayandırın, burada da mən deyərəm. Bu Sevilin oğlu nə poxdur ki bu belə? Təsəvvür edirsiniz, Sevilin oğlu yol hərəkət qaydalarını o bildiniz haradır? Azneftin krugu. Azneftin krugu. Oradan protiv girib və keçir. Elə bir belə də olmalıdır. Ay, bunlar ölkəni özəlləşdiriblər. Bunlar ölkəni dədə malı kimi minib çapırlar. Biz niyə susmalıyıq buna? Biz niyə buna dözməliyik? Sevil Əliyevanı Azərbaycana səfər etməyə qadağan edib. Lakin İlham Əliyev Sevil Əliyevanın oğlu Azər Əliyevi hər zaman yanında. Burada da qayıdım. Deməli Azər Əliyevin toyu bu yaxınlarda 2025-ci ilin yay aylarında Sibrizdə olub. Həmin toyda nə anasını da icazə veriblər gəlsin, onu ziyarət eləsin. Neysə, sakitcə toy eləyiblər və salam. O da planlaşdırılmış bir şeydir. Yəni Azər Əliyevi tez evləndirək, bu söhbəti bağlayaq. Bicdiyə bax. Həm də buralardan evləndirib ki, bəlkə də İlhama Mehribana yaxın adamlardan buradan əlaqəsi daha. Çünki əvvəllər Azəri çox görmürdük, son illərdə gördük. Çox bu belə soxuşdururlar bizə. Öyle meymunun son balasına oxşuyur, sifətindən də şeyə oxşuyur. Tarantula kərtənkələsinə oxşuyur. Deməli, bütün Heydərin qohum əqrabasını Fransada 20 gün ərzində çəkmişik. 20 gün ərzində bu bəylər necə Bala Heydərin tumanını dəyişib, necə o tumanı sıxıb, necə bunun salfetka ilə dağını silib, hər şeyi çəkmişik. Sadəcə bunları mən balaca qoydum ki, o deyirlər, İlham Əliyev başa düşsün ki, bizdə hər şey var. Maliyyə tapanda, biz güclü dəstək tapanda, onları necə ki, bax indi Mehman Hüseynovun seriallarını izləyirsiniz, yüksək keyfiyyətli kino ilə, təqdimatı ilə biz İlham Əliyevin hələ çox şeylərini ortaya qoyacağıq. Yəni İlham Əliyev başa düşsün ki, Mehmanın şeyini çəkməklə, Qabilin şeyini çəkməklə, ay nə bilim Məhəmməd Mirzəlinin qohumunu çəkməklə, digər Tural Sadıqlının
Elşad Məmmədovun başa düşsün ki, insanlara mehmanın şeyi maraqlı deyil. İnsanlara bir şey maraqlıdır ki, bunlar niyə bu gün çörək tapa bilmir? Bunlar niyə bu gün siqareti nisiyə alır? Bunlar niyə bu gün çörəyi baha alır? Niyə bu gün metronun, avtobusun qiyməti qalxır? Niyə bu gün benzinin qiyməti qalxır? İnsanlara maraqlı olan budur. Mehmanın şeyi burada neçə nəfər maraqlıdır? Heç kimə. Amma İlham Əliyevə bu maraqlıdır. Heç kimə maraqlı olmur. Mən görün bu adam, bu İlham Əliyev necə xəstə, anormal, xiyar adamdır ki, bu mehmanın şeyini güdüb, illər ərzində Heydərlə Alyona daldan şəkillərini paylaşıblar. Niyə? Məncə tanınmasınlar. Yox. Bəlkə də hamilə olur. Səncə 3 il ərzində adam 2 dəfə doğa bilər? Yox. Ay, bunların ailəsi saxta hekayə üzərində qurulub. Başa düşürsən? Öz yeməyini, öz dalını yuya bilməyən adam Heydər Əliyev. Necə bu uşaqları doğuzdurur? Başa düşürsən? Yəni bu adam gəzənmir, yeriyənmir. İlham Əliyev bizim ailə üzvlərimizin şəxsi həyatına burnunu soxub. Düşünüb ki, bizim də evimizin içi onunki kimi oğraşxanadır, hərəmxanadır. Baba şəkil. Özü bu səbəbdən çox deyə susub. Bu niyə ərinin yanında durmur, şeyin yanında durur? Amma maraqlı, əsas maraq buradadır ha. Ətər olur, bu ərinin yanında durmur, burada durur. Bu nə də? Boş. Belə bildim məndən çıxdı, nə oldu? Baba, nətər olur elə? Balaca Heydər buradadır, Alyona gedib durub şeyin yanında, o da bax, buğasının yanında. Mən olsam o dayağını şoşqalayaram, Allah eləməsin bizim başımıza. Heydər Əliyev, Heydər Əliyev, sən gör kimin nəvəsisən, get şoşqala onu, Buna bax, dostlar. Biz İlham Əliyevi bu templə diz üstündə öldürəcəyik. Bax, biz sizə demirik ki, meydana çıxın, Dubinka ilə döyülün. Beləcə bir 5-6 video olsa çərliyib özləri birbirini öldürəcəklər. Sağ olun Mehman, sağ olun əziz tamaşaçılar. Var olun, sağ olun.